Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yassir li amri və hlul uqdatan min lisani yefqahu qavli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə sizləri və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah təbarək və Teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Dəyərli dostlar, bugün sizlərə Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləmin Həzrəti Əbu Zər əleyhissalama tövsiyəsi və vəsiyyəti var. Çox önəmli və çox diqqət olunması lazım olan bir tövsiyədir və vəsiyyətdir. 7 dənə vəsiyyət edir Həzrəti Əbu Zərə. Çox ibrətamiz bir vəsiyyətdir. Birinci vəsiyyəti budur Həzrət Rasulullahın həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edən. Yəni, nə mənada deyir özümdən aşağı səviyyəli şəxslərə diqqət edən? İmkan cəhətdən, var dövlət cəhətdən özümdən aşağı olan şəxslərə diqqət yetirəm. Bu barədə Həzrət Rasulullah mənə tövsiyə edir ki, onlara çox diqqət yetir, onlara qayğıkeş ol. Və bu barədə Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kim bir mömini doyuzdurarsa, hər kim bir möminə ehsan eləyərsə, Allahın yaratdıqlarından heç kim onun axirətdəki mükafatını nə qədər olduğunu idrak elə bilməz. Yəni, idrak eləyə bilməz ki, Allah təbarək və Teala bir mömini sevindirdiyinə görə, bir möminin ehtiyacını qarşıladığına görə, ona bir ehsan etdiyinə görə, Allahın yaratdıqlarının içərisində heç kim onun nə qədər böyük mükafat qazandığını iqrar eləyə bilməz, çatdıra bilməz. Və hədisin davamında buyurur ki, nə yaxın bir mələk bilə bilər onun mükafatı nə qədərdir, nə də bir peyğəmbər. Bunu yalnız aləmlərin Rəbbi olan Allah özü bilir ki, həmin o şəxs ki, bir mömini doyuzdurub, ona ehsan eləyibdir, onun mükafatı aləmlərin Rəbbinin yanındadır və aləmlərin Rəbbi olan Allah bilir ki, ona nələr verəcək. Çox-çox böyük savabdır bir insan özündən aşağı səviyyədə vəziyyəti olan adamlara, yəni dolanışığı çətin vəziyyətdə olan müsəlmanlara və möminlərə diqqət yetirə. Həzrət Əbu Zər deyir ki, Peyğəmbər Əkrəm mənə bunu tövsiyə elədi. İkinci, Həzrəti Əbu Zər Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən rivayət edir ki, Peyğəmbərin ikinci vəsiyyəti bu oldu ki, maddi cəhətdən məndən yuxarı olan şəxslərə diqqət etməyim. Yəni, burada nə məniyədir? Həzrət Əbu Zər əslində bunu deməkdən məqsədi budur ki, varlı adamlara yaltaqlıq etməyəsən. Onun puluna görə, onun məqamına görə, onun varına görə, imkanına görə, əlində olan hər hansı bir imkanatına görə ona diqqət etirim, gedim yaltaqlanım, gedim onun ayağının altına uzanım, gedim ona mən yaxınlaşım, biraz belə deyim, onun imkanına görə onunla mehriban davranım, deyir, bu cür nə şeylərdən insan uzaq olmalıdır. Bu cür nə şeylərdən insan uzaq olmalıdır və Allahın Rəsulunun Həzrəti Əbu Zər əleyhissalama tövsiyəsidir ki, gərək bunlara insan diqqət yetirə. Və bu barədə Allah təbarək və Teala Fatir surəsinin 10-cu ayəsində buyurur ki, hər kəs izzət, şərəf və qüdrət istəyirsə, bilsin ki, izzət bütünlüklə Allaha məxsusdur. Bir insan kiminsə də gözünə girmək üçün və bunun məqamını, bunun vəzifəsini artırsınlar deyə gedib bir vəzifəliyə, gedib bir, belə deyək, imkanlı şəxsə yaltaqlanırsa da o məğlubiyyətdədir. O heç bir zaman uğur qazanmaz. Allah Teala bu Fatir surəsində əslində bunu bizlərə başa salır ki, bütün qalibiyyət, bütün xoşbəxtçilik, bütün yaxşılıqlar Allahdadır. Allaha insan gərək yaxınlaşa, gərək Allahla öz arasını düzəldə bəndə. Əks təqdirdə Allah Teala bəzən Qurani Kərimdə və Həzrət Rasulullah əleyhissalam salavatullah da öz hədislərində bizlərə çatdırır ki, insan bəzən
Allahı bir kənara qoyub da bir dünyapərəst, məqampərəst, imkanlı bir şəxsin qapısına gedə, ona yaltaqlana, ondan belə deyim, istədiklərini ondan istəyə, ona yaltaqlana bir sözlə. Deyir, belənsi insanların bəzən də Allah Taala beləsi insanlara qiyamət günü onlarla baş-başa buraxar. Deyərsən ki, dünyada məni bir kənara qoydun, getdin buna üz tutdun, ged indi ondan nəsə də istə. Ged indi ondan öz köməyini istə. Görün bu qiyamətdə sənə onlar neyniyəcək? Sənə nə cür köməklik eləyəcək? Ona görə diqqətli olmaq lazımdır bu barədə və başqa bir ayədə Allah Təbarək və Teala buyurur ki, hər kəs izzət və şərəf başqa bir ayədə buyurur ki, onlar izzəti, şərəf və qüdrəti onların kafirlərin və yaxud da ki, varlıların yanında axtarırlar. Deyir, o adamlar izzəti və şərəfi, üstünlüyü kafirlərin və varlı, imkanlı adamların yanında axtarırlar. Şübhəsiz ki, izzət böyüklükdə, izzət bütövlükdə Allaha məxsusdur, Allahın yanındadır. İnsan nə qədər Allaha üz tutsa, Allahla öz arasını düzəltsə, Allah onu izzətli eləyər, şərəfli eləyər insanların içərisində. Həzrət Rasulullah buyurur ki, hər kim bir varlıya, onun dövlətinə, var dövlətinə tamah salaraq, ona təzim eləsə, yaltaqlıq eləsə, dininin 2/3-ni əldən vermiş olar. Deyir, əgər bir nəfər varlı insana, onun varına, imkanına, puluna görə, məqamına görə, bir vəzifəsinə görə ona yaltaqlıq eləsə, deyir, dininin 2/3-ni əlindən vermiş olar. Bir insan ki, dininin 2/3-ni əlindən verə, ondan nə özünə, nə bir cəmiyyətə fayda olmaz, bir fayda gətirməz. Bu barədə çox diqqətli olaq, çox tövsiyələr var ki, gərək insan bu şeylərə diqqət yetirə. Həzrəti Əmir əl-Möminin əleyhissalam bu barədə buyurur ki, insanların sənə olan ehtiyacından çox sənin onlardan ehtiyacsız olmağın sənin üçün daha böyük şərəfdir. Deyir, bəzən qoy sənə gəlsinlər, müraciət eləsinlər. Sən kiminsə də işinə yara, sən kiməsə də yaxşılıq elə. Nəinki sən qapı-qapı gəzəsən, gedəsən, ona ağız açasan, buna ağız açasan, bundan bunu istəyəsən, ondan onu istəyəsən, həm cəmaatı yorasan, həm öz heysiyyətini tökəsən, öz abırını tökəsən onun bunun qapısında. Deyir, bir gün alimlərdən biri danışır, deyir, bir nəfərə bir maşın alır, hədiyyə eləyir. Gəlir, həmin o bir nəfər, onun yaxınındakı olan adamlardan biri gəlir, deyir, baxır maşına, deyir, çox gözəl maşının var. Allah xeyirli, bərəkətli eləsin. Çox gözəldir. Deyir, həmin o kimə ki maşın alınıbdır, həmin o şəxs deyir, filan kəs mənə hədiyyə eləyibdir bu maşını. Deyir, Allah ondan da razı olsun. Belə dərindən bir ah çəkir. Deyir, niyə ah çəkdin? Sən deyirsən ki, ümid edirsən ki, ey kaş mənə də maşın alıydilər, bir nəfər mənə də hədiyyə eləyəydi. Deyir, xeyr, mənim ah çəkməyimin səbəbi budur ki, ey kaş Allah mənə imkan verəydi, mən də bir ehtiyac sahibi olan bir mömin qardaşıma götürəydim, bir maşın hədiyyə eləyəydim. Baxışdan baxışa çox fərq var. Bəzən bəzi adamlar var, örgənifdir, bir ömür gedə kiminsə də qapısına, hər şeyini ondan istəyə, hər şeyini qapı-qapı gəzə, kənd bə kənd, el və el dolana, bir nə deyə mənim, belə deyim, filan şeyim yoxdur, bir nə deyə filan ehtiyacımı qarşıla, bir nə deyə filan müşkülüm var, onu həll elə kiminsə də boynuna yaza, özü heç bir iş görməyə. İslam bunu qadağan eləyir, İslam dini bunu nəhy edir, insanları belə bir şeylərdən çəkindirir. İslam dini bizi buna dəvət edir ki, sənin özün imkanını düzəlt, sənin özün qazan, sənin özün çalış, çaba göstər ki, bir müminin ehtiyacını qarşılaya biləsən. Bir dindarın, bir mömin şəxsin ehtiyaclarını qarşılayasən, bir dinə fayda verəsən, dinin inkişafı üçün sən çalışıb nələrsə də eləyəsən. Da sallaşıb dindardan, dindən sallaşıb dini sömürməyəsən, dini tükətməyəsən. Gərək bu şeylərə insan diqqətli ola, çalışa ki,
bu şeylərdən uzaq ola. Və Həzrət Əbu Zər buyurur ki, Həzrət Rəsulullahın 3-cü mənə vəsiyyəti budur ki, məzlumları sevməyi və onlara kömək etməyi mənə əmr elədi. Məzlumların yanında olmaq bir şərəfdir, izzətdir. Məzlumların yanında olmaq Allahın rəhmətini qazanmaqdır. Nəinki bir insan gedə, Allah uzaq eləsin, gedə bir dənə zalimin yanında ola, onun səfində ola, onun sırasında qərar tuta. O zaman insan bədbəxt olar, bədbəxtlərin sırasında olar. Çalışa insan bir ömür məzlum insanlara yardım eləyə, köməkli eləyə, zalimdən uzaq dura. Ona görə bu barədə də Həzrəti Əmir əl-Möminin əleyhissalam Nəhcül Bəlağədə 4-cü məktub, 47-ci məktubda belə buyurur ki, zalimin düşməni, məzlumun isə yardımcısı olun. Həzrəti İmam Əlinin bizlərə vəsiyyətidir, bizlərə tapşırığıdır, bizlərə əmridir ki, insan zalimin düşməni ola, məzlumun isə yardımcısı ola, onun yanında ola. Və bu barədə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, heç bir mömin yoxdur ki, imkanı olduğu halda bir məzluma kömək etsin və Allah bu əməlinə görə ona dünya və axirətdə yardım etməsin. Deyir, elə bir mömin yoxdur ki, bir məzlumun yanında dura, Allah da bu əməlini heçə saya. Elə bir mömin yoxdur. Amma bir nəfər ki, bir məzlumun yanında ola, bir zülm olunmuş şəxsin əlindən tuta qaldıra, ona köməkli eləyə, deyir, Allah Teala ona dünya və axirətdə səadət bəxş eləyər. Allah dünya və axirətdə onun əlindən tutar, yardım eləyər, onu həyatını qurtarar. Ona görə bu barədə çox diqqətli olaq, məzlumun yanında olmaq lazımdır, zalimin isə qarşısında dimdik dayanıb, onun zülmünə boyun əyməmək lazımdır. 4-cü, Həzrəti Əbu Zər Peyğəmbər Salavatıllahın vəsiyyətini çatdırır. Acı olsa da həmişə haqq sözü deməyi mənə vəsiyyət eləyib Həzrət Rəsulullah. Acı olsa da gərək, bizim zərərimizə olsa da gərək, neyniyək, düzgünlüyü çatdıraq, düzgün yaşayaq, düzgün sözü deyək və düzgün həyatımızı nizamlayaq. İmam Əli əleyhissalam bu barədə buyurur, ən fəzilətli şəxs o kəsdir ki, öz zərərinə olsa belə haqq ilə əməl edər və haqq sözləri söyləyər. Öz zərərinə olsa belə haqq ilə rəftar eləyər və haqq sözü söyləyər. Düzgün yaşayışı olar. Ən, belə deyək, fəzilətli, Allah yanında ən ləyaqətli şəxs bu şəxslərdir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, müminin izzəti, şərəfi haqqı söyləməkdədir. Bəzən baxırsan, görürsən ki, biriləri namaz qılır, ibadət eləyir, məscid əhlidir, məscidə gəlir, gedir. Baxırsan, görürsən ki, bu həm şeytanın cərgəsində durur, həm də çalışır ki, belə deyək, daha doğrusu, bəzən də görürsən, gəlir məscidin səfində, sırasında durur. Bu ikili oynamaq İslam dinində qadağan olunub. İnsanın, kişinin, mərd olan insanın bir dənə xətti olar. Bir dənə xətti olar. Bir gün Həzrət Əli əleyhissalama sual verdi Həzrət Rəsulullah səhabələrin yanında. Həzrət Əlidən qabaq 10 dənə səhabiyə sual vermişdi ki, bir nəfər sizə bir dənə pislik eləsə, nə eləyərsiniz? Dedilər, yaxşılıq eləyərik. Ta bəzisinə sual verdi, dedi, qardaşım sənə biri pislik eləsə, 2 dəfə, 3 dəfə soruşandan sonra dedi, daha mən içimdən ona yaxşılıq eləmək gəlməz. Birinə 5 dəfə soruşdu, 5-cidən sonra dedi belə, Həzrət Əliyə sıra gəldi. Dedilər ki, ya Rasulallah, söhbət bundan qaynaqlandı. Sən Həzrət Əliyi nəyə görə bizdən çox sevirsən? Həzrət Əli də orada yox idi. Həzrət Əli sonradan o məclisə gəldi və bir hərəsinə sual verdi. Və dedi ki, biri sizə pislik eləsə, siz nə eləyərsiniz? Biri 2-cidə, biri 3-cüdə, biri 5-cidə dedi ki, biz daha ona pislik eləyərik da. Nə qədər yaxşılıq eləmək olar? Həzrət Əliyə gəldi, sual verdi Həzrət Rəsulullah. 10 dəfə soruşdu. Dedi ki, ya Əli, biri sənə pislik eləsə,
sən ona neyniyərsən? Həzrət Əli dedi, yaxşılıq eləyərəm. Dedi, ya Rəsulallah, and olsun Allahın izzətinə, cəlalına, mən ölən bir günümə qədər mənə bu sualı versən, mən yenə deyərəm ki, mən ona yaxşılıq eləyəcəm. Dedi, niyə? Dedi, o pisliyini özünə kişilik bilir və onun üstündə durur. Amma mən isə bilirəm, mən isə agaham ki, kişilik yaxşılıqdadır, mərdlikdədir, düzgün yolda, düzgün yaşayışdadır. Mən düzgünlüyü bilə-bilə necə ola bilər ki, mən öz yaxşılığımdan qalım, əl çəkim. O zaman Həzrət Rəsulullah dedi, bax, əlini bu xüsusiyyətinə görə, belə bir təbiyyətdə, belə bir gözəl insan olduğuna görə mən çox sevirəm. Biz əgər Həzrət Rəsulullahın və Əhl-i Beytinin davamçısıyıqsa da, çalışaq həmişə düzgün ömür sürək, düzgün yaşayaq və düzgün şeylərə fitva verək. Gərək bu şeyləri nəzərimizdə saxlayaq. Əks təqdirdə bizim nə yaşayışımızın bir mənası olar, nə ömrümüzün bir bərəkəti olar, nə ruzimizin bir bərəkəti olar. Dünyada boş yaşayıb, boş da gedərik. Bəzən də elə bir insanlar var, görürük ki, bir ömür yaşayıb, 80 il, 100 il, 120 il ömür sürüb, heç bir kəsə bir faydası toxunmayıb. Heç kəs hiss eləməyib ki, bu adam yaşayıb və yaxud da ki, ölüb. Bizə bülbül ömrü lazımdır, qarğa ömrü yox. Bizə gözəl yaşamaq lazımdır, tülkü kimi yox. Ona görə bu şeylərə diqqət yetirək. 6-cı Həzrəti Əbu Zər əleyhissalam Peyğəmbər salavatullahdan rivayət edir ki, Peyğəmbər salavatullahın mənə 6-cı vəsiyyəti bu oldu ki, Allahın əmrini icra etməkdə başqa insanların məzəmmətini, başqa insanların rəyini nəzərə alma. Fikir vermə ki, sənə kimsə də nəsə deyər. Fikir vermə, kiminsə də sözünə qulaq asma. Əgər Allah səndən istəyibdi, sən bu işi icra eləyəsən, elə. Demə ki, filan kəs mənə nə deyər, demə ki, kənd mənə nə deyər, demə ki, filan kəs mənə nə deyər. Deyir, bu şeyləri kənara at. Allah sənə nə deyər, ona bax. Ona nəzər yetir, ona diqqət yetir. Allahın əmrlərini icra etməkdə kimsə nə deyər, kimsə səni danlayar, o şeylərdən qorxma, o şeylərə diqqət yetirmə. Allahın əmrini icra etməkdə ləngimə. İmam Əli əleyhissalam bu barədə buyurur ki, həqiqi mömin o kəsdir ki, Allaha itaət etməkdə insanların tənqidini, məzəmmətini önəmsəməz. Allahın əmrlərini mən icra eləyirəm, gəlir, vaxt var idi, bir dəb halına gəlmişdi. Kənddə bir mömin bir işi gördüyü zaman bütün kənd tökülərdi, bütün şəhər, rayon tökülərdi. Onun baxardı, hər bir işini zərgər dəqiqliyində incələyərdilər ki, bunu təqdir eləmək məqsədindən yox, tənqid eləmək məqsədindən ki, görüm işində hansı naqislik var, hansı xoşa gəlməz bir hərəkət var, onu qabardaq üzərə çıxardaq. İndi mütəəssifanə indi də elədi və gələcəkdə də elə olacaqdır. Ona görə heç bir mömin, heç bir müsəlman məyus olmasın, ruhdan düşməsin, deməsin ki, mənə filan kəs nə deyər. Deməsin ki, məni, belə deyək, filan kəs tənqid eləyəcək, filan kəs danlayacaq, filan kəsin məzəmməti olacaq. Bu şeylərə insan gərək diqqət yetirməyə. Diqqət yetirsə, ali hədəflərdən qalacaq. İnkişaf eləyə bilməyəcək. Ona görə gərək Allahın əmrlərini icra etməkdə heç kimin sözünə, məzəmmətinə baxmayasan. İmam Sadiq əleyhissalam bu barədə buyurur ki, yenə mömin dağdan da möhkəmdir. Çünki dağdan deyir bir hissə, bir tikə qopartmaq olar. Amma əsl mömin o kəsdir ki, qabaqçıdan dedim ha, qabaqki hədisdə. Həzrət buyurur ki, əsl mömin o kəsdir ki, Həzrət Əli əleyhissalam buyurur, əsl mömin o kəsdir ki, Allahın əmrlərini icra etməkdə kiminsə də danlamağından qorxmaz. Kiminsə də məzəmmət etməyindən çəkinməz. Əsl mömin budur. Və davamında Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, mömin olan kəs həqiqi mömindən söhbət gedir. Adda kiminsə də gözünün qabağında özünü mömin aparmağından yox, həqiqi mömindən söhbət gedir ki, mömin dağdan da möhkəmdir. Dağdan bir parça, bir hissə qopartmaq olar. Amma mömindən xeyr, mömindən əsla
Mömin çünki sarsılmaz bir amalın arxasından gedir. Mömin ilahi təqdiri önəmsəyir. Allahın əmrlərini icra etməyi önəmsəyir. Onu heç kim o müqəddəs yoldan yayındıra bilməz. O müqəddəs hədəfindən çəkib uzaqlaşdıra bilməz. Həqiqi mömin belədir. Ay filan kəs mənə nə deyər? Bir haram məclisdir çağırıb, haram süfrədir çağırıb, getməsən filan kəslər mənə nə deyər? Bəs sən birinci baxmalısan ay mömin, baxmalısan ki, Allah sənə nə deyər o məclisdə olsan. O süfrədə əyləşsən Allah sənə nə deyər? Bu şeyləri önəmsəmək lazımdır, diqqətə almaq lazımdır. Əgər bu şeyləri nə qədər ki biz diqqətə almamışıq, bizlər ömrümüzdən bərəkət, ömrümüzdən fayda götürmərik. 7-ci Həzrəti Əbu Zər buyurur ki, Peyğəmbər Salavatullahın 7-ci tövsiyəsi mənə bu oldu ki, bu zikri heç vaxt tərk eləməyim. Hər fürsətdə, hər vaxt, hər dəqiqə bu zikri çalışıb demək lazımdır. La havlə və la quvvətə illa billahil aliyyil əzim. Bu zikir həqiqətən çox böyük zikirlərdəndir. Bu zikrin də insanın həyatında 4 sahədə çox böyük təsiri var. İnsanın həyatında 4 şeyə çox böyük təsiri var. Birinci budur ki, həmin bu zikir behişt xəzinələrindən biridir. İnsanı çəkər aparar cənnətə. Bu barədə Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, La havlə və la quvvətə illa billah kəlməsini çox deyin. Çünki o cənnət xəzinələrindən biridir. Digər insana olan faydası bu zikrin budur ki, dərdlərin və qəmlərin dərmanıdır. İnsandan dərdi, qüssəyi, qəmi, kədəri uzaqlaşdırar. Bu barədə də İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kəsdə qəm, qüssə üz versə, la havlə və la quvvətə illa billah zikrini çox desin. O zikrin bərəkəti səbəb olar ki, insandan qəm, qüssə, kədər uzaqlaşar. Və üçüncü insana faydası budur ki, şeytanı həmin insandan uzaq eləyər. Şər qüvvələri həmin insandan uzaq eləyər. Ona görə bu zikir çox tövsiyə olunur. Bu barədə də İmam Əli əleyhissalam buyurur, şeytanın vəsvəsələrini özünüzdən uzaqlaşdırmaq üçün La havlə və la quvvətə illa billahil aliyyil zikrini çox deyin. Həyatınızda bunu çox icra eləyin. Və dördüncü insana da faydası, dördüncü bərəkəti budur ki, bəlaları insandan uzaqlaşdırar, bəlaları dəf eləyər, uzaq eləyər insandan bəlaları. Bu barədə də İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, sübh və şam namazından sonra kim 7 dəfə Bismillahirrahmanirrahim, La havlə və la quvvətə illa billahil aliyyil əzim zikrini desə, Allah ondan 70 növ bəlanı uzaq eləyər. 70 növ bəlanı insandan uzaq eləyər. Səhər və axşam namazlarından sonra və yaxud da ki, qabaq, ələl-xüsus da sonra sübh namazını qıldın, götürəsən, deyəsən ki, bir 7 dəfə bu zikri deyəsən. 7 dəfə bu zikri deyəsən. Bu zikri demək insandan 70 növ bəlanı uzaqlaşdırar. Onlardan, o cümlədən insanı uzaqlaşdırdığı xəstəliklərdən, bəlalardan biri cüzam xəstəliyidir. O dövrün ən fəsadlı, ən belə deyim, problemli xəstəliklərdən idi ki, o cüzam xəstəliyinə tutulan insanlar bir virus kimi idi və həmin insanlar dünyasını dəyişirdi. Və növbəti insana olan faydası bu zikrin, insanın bəzən, üzr istəyirəm ki, insanın əqli aradan gedir, dəlilik yaranır bir insanda. Hədislərdə var ki, bu La havlə və la quvvətə illa billahil aliyyil zikrini hər kim ki, sübh namazından sonra 7 dəfə, axşam namazından sonra 7 dəfə deyir ki, o dəlilik heç vaxt o insanda üz verməz. İnsana bu qədər faydası var. Və Allahdan arzum budur ki, Allah təbarək və taala bizlərə yardımcı olsun, bizlərə kömək olsun ki, bizlər necə ki, Həzrəti Rasulullah həqiqətdə Həzrəti Əbu Zərə bu vəsiyyəti etməklə
bizlərə bu vəsiyyəti eləyirdi. Biz müsəlmanlara bu vəsiyyəti eləyirdi və bizlərə tapşırıq verirdi və qiyamət gününə qədər yaşayacaq müsəlmanlara, möminlərə bu vəsiyyəti eləyirdi ki, bunlara əməl eləyən insanlar. Allahdan arzum budur ki, bu vəsiyyətlərə əməl eləməyi bizləri müvəffəq eləsin. Allah dünya və axirətdə bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın. Allah Mövlamız İmam-ı Zaman Əccəlallah Teala Fərəcəhu Şərifin də zuhurunu təcil eləsin. Allah Təbarək və Teala bizləri ağamızın həqiqi, aşiq və davamçılarından qərar versin inşallah.